Allah onu yer kürəsində Peyğəmbərdən sonra üçüncü imam olaraq imam qərar vermişdi. Ona görə bu gün İmam Hüseyin əleyhissalamla danışmaq elə bir Allahdan danışmaqdır. Elə bir Allahı yad eləməkdir. Bir dəfə də siz Allahın müdafiəliyində nə olar ey şiyələr? İmam Hüseyni, İmam Əlini müdafiə etdiyiniz kimi də bir dəfə də nə olar? Allahın müdafiəliyində nə olar? Görün nələr danışır, nələr. Subhanallah. Bu gün İmam Hüseyin əleyhissalamla danışmaq elə bir Allahdan danışmaqdır. Elə bir Allahı yad eləməkdir. Biz sizə nə qədər dəlillər gətirdik ki, öz ağızları ilə söyləyirlər ki, İmam Hüseyin Peyğəmbərdən də üstündür, elə Allahla da bərabərdir. Elə Allahın elə özüdür elə. Bəziləri deyirlər, bəli, sizə mən dəlil olaraq göstərmişəm. Ey səhmiş yerlər, bu dində qalaraq görün İmam Hüseyni hara qaldırdılar. Allah Quran-ı Kərimdə oxuyun lütfən. Bəqərə surəsi 165-ci ayə. İnsanlar içərisində elə bir insanlar oldu ki, Allahı sevən kimi bəndələri sevdilər və şirkə düşdülər. Ey səhmiş yerlər, bu əqidədə qalaraq İmam Hüseyni, İmam Əlini Muhammeddən Allah'a salam olsun ona və onun ailəsinə və Allahdan üstün biləcəksiniz. Bugün İmam Hüseyin əleyhissalamla danışmaq elə bir Allahdan danışmaqdır. Elə bir Allahı yad eləməkdir. Bu nə danışır Allah? Subhanallah. Pik nöqtədir də, küfrün pik nöqtəsidir də. Subhanallah. Allah onu yer kürəsində Peyğəmbərdən sonra üçüncü imam olaraq imam qərar vermişdi. Ona görə bu gün İmam Hüseyin əleyhissalamla danışmaq elə bir Allahdan danışmaqdır. Elə bir Allahı yad eləməkdir.